Hər birinizi salamlayırıq, hörmətli dinləyicilər. Hər vaxtınız xeyirli olsun. Bakı Retro FM və Mədəniyyət Nazirliyinin təqdimatında yayımlanan Sənətin Səsi verilişi efirdədir. Və əlbəttə ki, bizi hazırda canlı olaraq dinləyənlər sonradan bizim verilişimizin video versiyasını, görüntülü buraxılışlarımızı digər hər bir buraxılışımız kimi Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalından da izləyə biləcəksiniz. Və əhvalımız da gözəldir. Hər kəsə gözəl əhval-ruhiyyə arzu edirik. Çünki gözəl bir qonağımız var. Sözün hər mənasında həm gözəl xanım, gözəl sənətkar, ustad sənətkar, xalq artisti Mələk xanım Əyyubova bugün bizimlədir. Xoş gəlmisiniz. Çox sağ ol canım mənim, çox sağ ol. Mən bugün çox belə ürəklə, həvəslə, böyük məmnuniyyətlə sənin dəvətini qəbul eləmişəm. Ay, var olasınız, əzizim, var olasınız. Nəhayət ki. Çünki uzun zamandır sizinlə görüşmək istəyirik, amma bildik, gec görüşsək də bir qədər bugün düzdür, uzun müddətdən sonra nəhayət ki, vaxt tapmışsınız. Amma bilirəm, əslində elə bu ərəfələr də çox gərgin, çox iş qrafikiniz var və ən əsası da muğam əhli, belə deyək, camiyyəsi, sənət camiyyəsi möhtəşəm bir layihə muğam müsabiqəsinə hazırlaşır və mən bilirəm, səhifənizi də izləyirik, görürük ki, artıq siz nəinki Bakıda, hətta digər şəhərlərimizə də seçim turları var və artıq başlanıb bütün bu işlər, yəni orada da iştirak edirsiniz. Ona görə də bu ərəfədə vaxt tapıb gəldiyiniz üçün sizə təşəkkür edirəm. Elə bundan başlayaq bəlkə, çünki çox əlamətdar bir hadisədir və hətta 20 illiyidir. Bəli, bu il yubiley ilidir. Muğam müsabiqəsinin 20 illik yubiley ilidir bu il. Görün, maşallah, bu 20 ildə nələr olub, nələr oldu. Bunlar inşallah hamısını danışacağıq. Mütləq danışacağıq. Bu ərəfədə bilirik sizin həm də maraqlı işlərinizdə, öz yerində, duetlərinizdə biz Bakı Retro FM olaraq ötən illərin mahnıları, belə bir rubrikamızda var. Retro mahnılar yeni nəfəsdə. Onları da səsləndirik. Ən çox bugün dinlənilən duetlərdən biri də həm də Mərdan Kazımovla sizin ifa etdiyiniz duetlərdir və bu yaxınlarda təqdim etdiyiniz Nədən oldu. Mən çox bəyəndim. Ümumiyyətlə bizim radioda bu cür duetləri biz səsləndirik, amma son dövrlər ən çox dinlənilən duetə çevrilib həqiqətən də. Bilirsiniz nəyə görə? Çünki bu mahnıların kökü var. Bəli. Bunlar muğam üzərində yazılıb. Bunların bəstəkarı, gözəl bəstəkarımız bizim Şərqin ilk opera yazarı Şəfiqə Axundovanın ilk sözləridir. Bizim gözəl şairimiz Bəxtiyar Vahabzadənin sözləridir. Şəfiqə xanımın musiqisidir. Bu iki dahinin araya ərsəyə gətirdiyi bir mahnı, bir əsər və ona yenidən bunlar hər zaman oxunur. Bunlar hər zaman yaşayır bu mahnılar. Amma duet şəklində heç olmamışdı bəlkə də. Rock üslubunda sintez kimi. Mərdan bunu rock üslubunda aranjman elədi və mən də biraz çox ehtiyatla yanaşıram. Çünki mən bir muğam ifaçısı olaraq ümumiyyətlə çox ehtiyatla yanaşıram. Mən yəni mənə təklif olunan bax Ramalın təklif etdiyi Xarı Bülbül mahnısı, bəli, çox ehtiyatla və həqiqətən də özümü gördüm orada. Çünki ehtiyatla yanaşıram ona görə ki, yəni orada bir xələl gəlməsin bizim musiqimizə. Amma həqiqətən də orada biz kökü saxlamışıq. Bəli, xalq musiqimizin kökü qalıb orada. Dəyişməmək. Heç nə dəyişməyib. Amma yeni sözlər orada eşitdik. Bəli. Nədən oldu da? Bəli, çünki bilirsiniz belə bir iş var ki, mən ümumiyyətlə sənətə gələndən mən bəstəkarlarla çox işləmişəm. Bəli, bilirim. Onlarla bəstəkarlarla, hansı ki, çoxları dünyasını dəyişib. Allah onlara qəni-qəni rəhmət eləsin. Şairlərlə işləmişəm və hər zaman mənə bir əsər, bir söz, bir musiqi təqdim olunanda mən hər zaman onu ifa eləyəndə görürdüm ki, elə söz var ki, yəni təbii ki, şairin sözləri gözəl, elə musiqi gözəl,
yəni elə bir bəstəkarların, şairlərin əsərləridir ki, onların sözlərini söz ola bilməz. Bəli. Amma ifaçı ifa eləyəndə görürsən ki, bu oxuda, oxu tərzində bu hardasa uyğun gəlmir belə. Uyğun gəlmir də. Yəni o sözlər bu səslənmədə, tələffüzdə, bəli, tələffüzdə səslənmir. Bunu da yalnız ifaçı bilir. Bəli. Professional ifaçı. Və mən hər zaman ya o şairlərə, ya da bəstəkarlara deyirdim ki, olar ki bunu dəyişmək, olar ki bu sözü dəyişmək ki bu musiqidə bu uyğun gəlsin. Bəli. Və onlar hər zaman mənə gəncliyimdən belə, gənclik vaxtımdan hər zaman mənə inanırdılar. Deyirdilər ki, necə istəyirsən elə. Ona görə də onların bu ruhuna Allah rəhmət eləsin onlara. Mən indi də sözü dəyişəndə, o kupleti dəyişəndə, yəni düşündüm ki, ya Bəxtiyar müəllim sağ olsaydı, ya Şəfiqə xanım heç vaxt narazılıq eləməzdilər ki, orada ikinci kupletdə yandı bağrım kabab oldu, gül bağçamda xəzan oldu. Çox gözəl sözlərdir, təbiidir ki, illərdir də. Amma bir balaca dəyişiklik elədim, o biri kupleti götürdüm ki, yaranmışıq məhəbbətdən, alovlanıb yanıram mən. Bu həsrətdən, bu möhnətdən gözüm yaşı dən-dən oldu. Və həm də məncə daha gözəl oldu ki, həmin bənd də yəni dinləyicilərə də təqdim oldu. Əzəmətli sözlərdir. Necə gözəl bir, dolu bir sözlərdir ki, yəni yaranmışıq məhəbbətdən, alovlanıb yanıram. Yaradıcılıq budur əslində. Bəli. Yəni ki, bu siz dediniz, o dəymədən, kantanı dəyişmədən, müəyyən yeni zamanında elə yadımdadır ki, biz eşidirik ki, Şövkət Ələkbərova da ifa edəndə hansısa sözləri, nə bilim, o vaxtı ona hamı ixtiyar verir. Bu ifaçının yaradıcılığıdır. Əlbəttə ki, öz yanaşmasıdır. Bəli, mahnı təqdim olunur və biz o mahnı üzərində işləyirik. Söz üzərində, musiqi üzərində işləyirik. Biz onu içimizdən, daxilimizdən, ruhumuzdan keçiririk və onu. Bəli. Bəlkə eşidəyin həmin dueti. Çox istəyirəm. Bəli, uğurlu duetlərdən həqiqətən biridir və sənətkarlardan danışarkən bizim elə söhbətimiz də davam edir və bağlantılarımız da var. Elə uzun illərdir ki, çiyin-çiyinə çalışdığınız, uzun illərdir ki, Azərbaycan musiqisini, muğamını, milli musiqimizi dünyada təbliğ edirsiniz birlikdə. Ustad sənətkarımız, tar ustadımız, xalq artisti Möhlət Müslümovla birlikdə hazırda telefon bağlantısındadır. Xoş eşitdik sizi Möhlət müəllim. Xoş gördük, salam olsun. Mən salamlayıram bütün etrə qulaq asanları. Təşəkkür edirik. Mənə indi zəng vurdular buradan, dedilər ki, bəs qonağımız Mələk xanım bizimkinə götürür. Həm illərimin dostu, uzun illərin dostu. Mələk xanım haqqında mən saatlarla danışa bilərəm, Sevinç xanım. Bəli, bilirik. Çünki o görünən şəhərə bələdçi lazımdır. Mələk xanım unikal bir xanəndədir. Həm xanəndə, indi düzdür, xanəndə ilə müğənni sözün ayrılır, amma əksinə ikisi də eyni bir sözdür. Xanəndə farslardadır, müğənni ərəblərdədir. Bizə deyirlər oxuyan, amma ümumi üçü bir yerdə. İndi oxumaq istəyən çoxdur, səssiz oxuyanlar. Amma Mələk xanımın 3 oktava səsi var. Mələk xanım ən çətin janrda olan musiqiləri oxuyur. Özü hər xanəndə bacarmır ki, muğam oxusun, bəstəkar mahnıları oxuyur, əsərlər oxuyur, sonra son illərdə də görürsə pop, rap, maşallah unikal ona verirdim ki, unikaldır. Hər canında oxuyur, gözəl ailə başçısıdır, gözəl dostdur. Sağ ol Möhlət, çox sağ ol, ustad, sağ ol. Uzun illərimin dostudur. Allah var eləsin. Gözəl ailəsi var. Mən burada Xosrov qardaşımı da salamlayıram. Onun yıldasını, uşaqlarını, balalarını, nəvələrini. Valla nə yaxşı eyirsiniz var belə müxtədir
sənətkarları dəvət edirsiniz. Teşekkür ederim. Mürət müəllim, ben əbəs yerə söyləmədim. Çünki bugün bax istər hansı nə bilim konsert olsun, tədbirlər olsun, hər zaman bax gözəl sənətkarların yanında deyir sağ əlidə. Yəni Möhlət müəllim hər zaman Mələk xanımın yanında olub. Bəli. Hər zaman vurğuluyorum, amma bugün də sağ olsun Möhlət. Vallahi nə bilim indi bilən də sağ olsun, bilənlər də sağ olsun, bilməyənlər də. Mən vallahi 45 ildir mən 50 ilə yaxındır da 50 ilə yaxındır. Ay bir yarım əsr. Kimləri oxutturmamışam. Mən Sökət xanımı da müşahidə eləmişəm. Bəli. Sökət xanımı da indi son beşiklər var. Amma görürsən bilməyənlər olur, özlərini elə aparırlar ki, valla elə bunlar belə gəliblər sənət. Amma Mələk xanım onlara aiddir. Mələk xanım mənim ailəvi dostumdur, Mələk xanım bilən adamdır. Bunu bilənlər də sağ olsun, bilməyənlər də sağ olsun. Amma Mələk xanımın yeri başqadır mənim yəni sənətimdə. Bəli, təşəkkür edirəm. Mələt müəllim. Təşəkkür edirəm. Mən təşəkkür edirəm gözəl sənətkarımıza. Yəni həqiqətən mən şəxsən özümdən danışım ki, mənim sənət yaradıcılığımda nə bir dəyərli, bir qiymətli bir işim olubsa, konsertlərim olubsa, muğam zapislərim varsa, onların hamısını Möhlət müəllimin o tarının səsi ilə, o Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblında və Cabbar Qaryağdıoğlu adına muğam üçlüyündə. Bunlar yəni mən ola bilsin olub ki də biz illərlə vaxt tapmayıb. Bəlkə məndən soruşsalar ki, niyə o muğamı yazmamısan, neysə bunu eləməmsən, mən hər zaman onun günahını deyim də, Möhlət müəllimdə görmüşəm. Burada olmayıb bu və nədirsə? Mən onu tapa bilməmişəm. İşi çox. Yox, düzdür Mələk xanım. Mən o işlərimi görə bilməmişəm. Mən düşünmüşəm ki, bunların hamısı onun tarının səsi ilə olmalıdır. Mən etiraf edeyim ki, mənim 6 ay, 8 ay növbədə gözləyən olub ki, vaxtım olsun, mən təkrar yazdım. Amma Mələk xanımı az gözlətmişəm. Bir ay. Amma hər bir ifanız bugün doğrudan da Qızıl Fondda qorunub, saxlanılır. Zapislər olsun, lent yazıları olur. Bəli, Möhlət müəllimin yubileydir bu il. Var olasınız. Bax, bu cür sənət əsərlər, bu cür işbirliyiniz hələ uzun illər davam ümumiyyətlə. Onun zəhməti Azərbaycan o xalqının sənət aləmində çox əvəzsizdir. Var olasınız Möhlət müəllim. Çox sağ olun. Çox təşəkkür edirik. Minnətdarıq. Bəli, həqiqətən də sənətdə uğur qazanmaq üçün mütləq ki, sənin o yaradıcı komandan, mütləq ki, tar ifaçısı, kaman ifaçısı mütləq. Çünki bizim hər bir ifamız, dəyərli bir ifamız, hər bir muğam zapislərimiz bizdən artıq alınır. Qızıl Fondda, orada saxlanılır və bu illərlə tarixdir. Ona görə də sənin və yaxud mənim ixtiyarım yoxdur ki, orada nəyinsə xatirinə bunu da yazım planlı şəkildə. Yəni yola vermək yoxdur. Bəli, çoxluq naminə qoy bunu da oxuyun, bunu da xeyr. Mən demişəm qoy birdən olsun, amma o da Möhlət müəllimin, yəni o bayaq dediyiniz o komanda və onun o muğamların hamısı burada Fəxrəddin müəllimi də qeyd eləmək lazımdır, kaman ustamız. Mütləq, çünki onlar çiyin-çiyinə illər çalışıblar. Bəli, var olsunlar. Onlar da xəbərlərdə oxudum ki, sizin barənizdə bir film də çəkilir və orada çox maraqlıdır, özünüz də müsahibənizdə söyləmişsiniz ki, ilk görüntülər məhz Şuşadan olub. Uzun illərdən sonra bunun da bir gözəl tarixçəsi var. Mənim haqqımda Azərbaycan Dövlət Televiziyası gözəl bir film çəkdi və bu film nəyə görə məhz Şuşada çəkildi, Naxçıvanda çəkildi. Bunların hamısının bir mənası var. Çünki orada Şuşada mən ən son Şuşadan konsertdən çıxan sənətkar, yəni mən olmuşam. 92-ci ildə yanvar ayı idi. Çünki mən bütün bölgələrdə, bütün o
azad o indi şükür Allaha ki onlar Çox hamısı şükür, azad olmuşdu. İşğal altında olan bütün torpaqlarda o hamısında mən əskərlərin qarşısında onların yanında olmuşam. Hamısını, yəni onlarda olmuşam və son Şuşada oldum. Və təbii ki, çox danışmışam. Çox belə bir dəhşətli bir vəziyyətlə mən oradan uzaqlaşdım, gəldim. Amma ona görə mən düşündüm ki, Xarı Bülbülü biz Ramalla duet orada çəkəndə, duet yazılanda biz bir il əvvəl Ramal dedi ki, Bibi bunu klip çəkək. Mən dedim ki, mən heç vaxt onu klip çəkməyəcəm. Şuşa alınsın. Təsəvvür elə ki, bu yanvar ayında bizim söhbətimiz olub. Yenə də yanvar ayı. Noyabrda Şuşa alındı. Çox şükür. Və ona görə mənim haqqımda film çəkiləndə mən getdim onu Cıdır düzündə, məhz orada Cıdır düzündə çəkiliş oldu. Və sonra da biz o Naxçıvana da dediyim kimi mən elə 92-ci ildə mən Naxçıvana da Ulu Öndərin Naxçıvana getmişdim, onunla görüşdüm orada və orada da bir konsert proqramı ilə çıxış eləmişdim. Yəni o tarixi anları. Bəli, tarixi anlar. Ona görə mən dedim ki, mən haqqımda hər film çəkilirsə mən mütləq onlar olmalı. Orada Ulu Öndərin o büstü qarşısında mən gül qoymalıyam və orada mən mütləq bu filmdə qalmalıdır bu çəkiliş. Bəli. Və elə gözəl tarixi günlərdən danışırıqsa, gözəl torpaqlarımızı, əlbəttə ki, o sevincli, qələbəli günləri danışırıqsa, bugün artıq Şuşalı, Qarabağlı günlərimizi yaşayırıq və əlbəttə ki, Azərbaycan Qarabağ Muğam Məktəbinin, Azərbaycan ümumiyyətlə Muğam Məktəbindən danışırıqsa, elə daha bir ustadımızı gəlin yada salaq. Çünki hazırda o da bizi yada salıb və telefon bağlantısında da ustad sənətkarımız, xalq artisti Mənsum İbrahimov. Bəli. Xoş eşitdik sizi, Mənsum müəllim. Salam, xoş gördük bizim əzizimiz Sevinç xanım və mənim dəyərli sənət dostum, əzizimiz, gözəl sənətkarımız, sevimli sənətkarımız Mələk xanımı ürəkdən salamlayıram. Təşəkkür edirik, təşəkkür edirik. Dinləyirəm, çox sevinirəm. Çox sağ olun. Çünki sənətkar var ki, düşünürsən ki, bunun haqqında gəl danışasan, danışmıyorsan. Amma Mələk xanım o sənətkar adamdır ki, sevə-sevə, siz ürəkdən. Bəli. Biz illərin dostuyuq. Biz uzun illərdir ki, mən Mələk xanımın bütün yaracığına bələdəm. Mən dəfələrlə xarici ölkələrdə, Azərbaycanın bölgələrində, dövlət tədbirlərində birgə çıxış eləmişik. Və artıq xeyli müddətdir ki, münsif yoldaşıyıq. Bəli. Mələk xanım həm özünə dəyər verən, həm sənətinə dəyər verən, yüksək mədəniyyətə malik bir ifasıdır. Mən sizə deyim ki, bu insanda bir zərrə qədər heç kimə qarşı nə belə paxıllıq falan, ancaq gözəl şeylər haqqında fikirdir. Çünki əsl sənət insanıdır. Bəli. Əsl ifasıdır ki, hər zamanda və sənətə gələndən də hər zaman meydandadır. Məsələn, sənətkar var ki, bir müddət oxuyur, sonra görsən ki, fasilə verir, belə aranız verir. Amma Mələk xanım hər zaman meydandadır. Çünki əsl xasiyyəti də elə ifaçı xasiyyətidir. Gözəl ailəsi var, gözəl balaları var, gözəl nəvələri var. Onun yoldaşının da xətri mən Xosrovu dünyaya qədər çox istəyirəm. Siz o sənətkarın ailəsi nə qədər sağlam olursa, onun uğurları da çox olur. Mütləq. Çünki onun ailəsində ona dəstəkdir. Mən Mələk xanımı bir həm insan kimi, həm də sənət dostum kimi çox istəyirəm. Dəfələrlə yoldaşlıq eləmişdə, insan yolda xasiyyəti bilir. O qədər gözəl həlim xasiyyət var bu insanın. Nə bilim, güzəştə gedən insandır. Sənət dostuna qarşı həmişə diqqətlidir. Heç kimi xətrinə dəyməməyə çalışır. Müsabiqədə də görürəm ki, uşaqların çalışır ki, onlara qayğı göstərsin, diqqət göstərsin. Mən sənət dostumu ürəkdən təbrik edirəm. Ona ancaq gözəl sözlər, gözəl arzularımı bildirirəm ki, canı həmişə sağlam olsun, səsi həmişə yerində olsun. Amin, amin. Həmişə səhnəmizdə olsun, həmişə yanımızda olsun. Mən onu çox istəyirəm. Həm sənətin, həm özüm çox istəyirəm. Çox sağ ol, Mənsum. Sən mənim həqiqi dostumsan, dəyərli dostumsan, həqiqətən, dəyərli sənətkarsan. Dəyərli insan, dəyərli sənətkar o dəyəri görə bilər. O gözəlliyi, o gözəl sənəti görə bilər. Sən də hər zaman tükü-tükdən seçən bir insansan. Ona görə də hər zaman xalqımızın da, dövlətimizin də, öz tələbələrinin də, dostlarının da, hər kəsin yanında həm hörmətin var, həm də ki, səni hamı sevir. Bəli, qoşuluram. Var həqiqətən də belə bir sənət adamı var ki,
görsən bir adam sevir, ya bir kimlərsə sevmir, ya kimsə sevirlər. Bu təbiidir. Amma eşitmisiniz bir nəfər desin ki, mən Mənsumun ya sənətini sevmirəm. Mümkün deyil. Həqiqətən, çünki bu indi qarşılıqlı İnsanlıq faktoru başqa, sənətkar başqa. Bu həqiqətən, o Biyaq Möhlət müəllim bir söz dedi, görünən dağa nəvələtçi. Bu həqiqətən bir-birimizə tərif deyil, həqiqətən. Bu görünür də insan, çünki o nədən irəli gəlir? İnsan, bir sənətkar öz işində, öz ailəsində, öz sənətində, öz pedaqoq işində, hər bir işdə o qədər məsuliyyətli, o qədər hər bir şeyə incə yanaşır, dəqiqliklə yanaşır və belə də gəlir bir şəxsiyyət kimi, bir sənətkar kimi yetişir. Bəli, və xalqın gözü də tərəzidir. Ona görə o insan haqqında heç kim pis deyə bilməz. Deyə bilər, o artıq nankor insan ola bilər. Bəli, xalqın əlbəttə ki, sevimli sənətkarı, hər biriniz. Mən çox təşəkkür edirəm. Vaxtını, qızıl vaxtını ayrılır. Vallahi sevə-sevə, inanın, özüm baxın. Bəli, o qədər vaxt yoxdur. Həqiqətən, mənim üçün çox doğmadı Mələk xanım. Çox sağ ol. Mənim belə bir bizim ailələrimiz də bir-birini tanıyır. Biz bir-birimizin evlərində. Mələk xanım, mən bu yaxında o gözəl Nəzirinin toyunda oxumuşam. Bilirsiniz, Allah onun balasını xoşbəxt etsin. Amin, Allah xoşbəxt eləsin. Allah o son beşiyizində. Ancaq xoş günlər arzu edirəm. Ancaq balalarını xoş günü görsün, ömrü uzansın. Amin. Məsud Əli, bilirik bu ərəfədə həm də bir qədər də gərgin iş qrafiki var. Çünki muğam müsabiqəsi başlayır. Və gözəl bir, əlbəttə ki, bu bəli, gözəl bir ərəfədə. Çünki hər birin, xüsusən də muğam camiyyəsinin, ictimaiyyətin, sənət camiyyəsinin çox gözlədiyi bir muğam müsabiqəsi gəlir və burada əlbəttə ki, sizin də, Mələk xanımın da, digər ustadlarımızın rolu böyükdür. Uğur olsun sizə, Mənsum müəllim. Təşəkkür edirəm. Muğamımız üçün uğurlu olsun. İnşallah uğurlu olacaq. Bəli, təşəkkür edirik. Çox sağ olun, Mənsum müəllim. Mən təşəkkür edirəm. Sağ olun, var olasınız. Və elə biz muğamımızdan, Qarabağımızdan, Xarı Bülbüldən bayaq danışdıq, Şuşadan Cıdır düzündən danışdıq. Elə bu mahnının klipində də gözəl görüntülər var. Bu mahnının özündə də o sözlər var əzəmətli. Bir yenilik zamanı da hər zaman bir mənalı qarşılanmır. Amma sənət üçün hər zaman zaman lazımdır, illər lazımdır ki, onun dəyərini, onun gücünü anlayasan və uzun illərdir ki, bu sənətdə bir çox yeniliklərə əl atmışsınız, bir çox yeniliklər gətirmişsiniz. Yeni o girişlərlə vstupleniyyə dedikdə, mən hələ 25 nədir, 30 il bundan əvvəl, 94-cü ildən artıq bəstəkar mahnılarımızı, xalq mahnılarımızı yeni o vaxt indi aranjman deyildi. O vaxt yeni ansamblından, onu yeni girişlərlə belə biraz dəyişik, fərqli yanaşmalarla ki, ritmləri biraz dəyişməklə ki, bizim xalq mahnılarımız gənclərimizə çatsın və unudulmasın. Və inanın ki, 30 il keçib yenə də həmin mənim o etdiyim o mahnıların o aranjmanlarla oxunur. Yəni həmin o musiqilərlə o mahnılar ifa olunur. Yəni biz bunu hər zaman təbii ki əvvəlcədən o yaxşı qarşılanmır ki, niyə mahnıların başına güya da dəyişirsiniz, oyun gətirirsən də bunu niyə dəyişirsən onu, amma əslində bu heç də bir ziyanlı bir şey deyil. Əlbəttə, həm də bugünkü müasir dinləyiciyə də bizim milli kökümüzü çatdırmaq, o bugünkü ritmlərlə, bugünkü aranjmanlarla, amma əlbəttə ki, kökündə yenə də bizim yeni də heç nə kökünə dəymirsən ki, təbii ki. Bəli, və mən qeyd etdik bayaq ki, sizin əlbəttə duetləriniz öz yerində, amma uzun illərdir ki, siz həm də pedaqoji fəaliyyətlə məşğulsuz və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorusuz və həm də yetişdirirsiniz, həm də tələbələr gətirirsiniz. Elə uzağa getməyə, elə muğam müsabiqəsində də yeni səslər, yeni avazlar gəlir. Onlara da yol göstərin. Varmı? Bəli, var. Sizin də tələbələriniz var. Elə istərdik, bax, necə ki, o tələbələrinizi həmişə arzu edərsiniz və elə efir vasitəsilə də o gənc istedadlara, bu sənətə gəlmək istəyənlərə də öz fikirlərinizi, öz tövsiyələrinizi verərdiniz. Təbii ki,
bu sənətə gəlmək istəyənlər ən önəmlisi onların səsi olmalıdır. Bəli. Səsi olmalıdır. Bəli, hər şeydən önəmli. Məsəl üçün mənim indi tələbəm var, Rəna. İkinci kursda istədi ki, o sənədlərini versin. 3 il bundan əvvəl 8-ci televiziya muğam müsabiqəsində mən bildim ki, olmaz, sən hələ yetişməmsən. Növbəti dəfə, bəli, onda da hələ baxarıq. Hə, çünki sən hələ ikinci kursan, sən hələ o təcrübən yoxdur. O puxtələşmək vaxtını siz bilirsiniz. Amma indi 4-cü kursu bitirir. Mən dedim ki, artıq indi hazırsan. Çünki burada nə olsun mənim tələbəmdir. Əlbəttə. Lap heç öz evladım da olsa, əgər ora layiq deyilsə, mən heç zaman icazə vermərəm, onu dəstəkləmərəm. Çünki ən adı sizin adınızdırsa, siz deyərsiniz ki, mənim adım olmasın. Bugün mənim adımda, amma sabah bizim xalqımızın sənətinin nümayəndəsi. Hər zaman biz elə bayaq Mənsum müəllim qeyd elədi ki, Mələk xanım, yəni o münsiflik işində də yəni çox ciddidir, çox məsuliyyətlidir. Həqiqətən, yəni düz, yəni bugün əgər bu ifaçı yaramırsa, bu iştirakçı, biz ona yol göstəririk, göstərməliyik. Amma o qədərə gəlib çatar ki, artıq əgər yaramırsa, yəni inciklik yoxdur. Yəni biz sənin səsini əvvəl bayaq dediyim kimi səsli ifaçılar gəlməlidir. Mütləq ki, səsi olmalıdır. Və sonra da orada bir də muğamları bilməlidir. Çünki orada müsabiqə vaxtı həftədən həftəyə onlarla müəllimlər işləyirlər, pedaqoqlar işləyirlər. Onlarla bizim gözəl müşahiətçilər var. Orada elə Elnur müəllim də orada, Kaman. Məsəl üçün orada 2 qrup Rəşad var, Rüstəm var və onlarla da işləyən Kamal var və başqa musiqiçilər var. Onlar hər gün saatlarla o iştirakçılarla işləyirlər. Böyük bir zəhmət var. Böyük bir zəhmət var orada. Onların geyimlərinə diqqət var, onların üz quruluşlarına, xarici görünüşlərinə diqqət var. Hər bir şey orada mükəmməl. İncə məqamlar belə düşünülməlidir. Çox doğru. Və onlar həftədən həftəyə dediyim kimi həftə bir qəzəl ifa edirlər və onlar yetişirlər həqiqətən. Bəli, budur. Bəli, yetişmək də və səhnədə ustadların qarşısında və milyonlarla tamaşaçı qarşısında. Və o ustadlar, o sənətkarlar onlara hər həftə onların ifasına öz fikirlərini söyləyirlər və onlar o fikirlərdən özlərinə bir nəticə çıxardılar və belə gəlib sənətkar olmaq, bəli. Sonda görürsən ki, həftədən həftəyə artıq bu iştirakçı birinci həftə hara, sonuncu həftəyə qədər artıq yetişib və göz qarşısında. Və sənətkarlardan danışaq, çox az bir vaxtımız qalıb. Bu yeri gəlmişkən bu yolda əlbəttə ki, gənc istedadlar da biz böyük uğur arzu edirik və bizim daha bir bağlantımız var. Çox az vaxtımız olsa da, amma biz istərdik bugün daha bir gözəl xanım sənətkarımızı, əməkdar artist Nuriyə Hüseynovanı da eşidək. Çünki o da bizim efirimizə qoşulub və onun da dəyərli fikirləri, onun da hər zaman gözəl xanım, gözəl insan və hər zaman onu eşitməyə xoşdur. Xoş eşitdik sizi Nuriyə xanım. Salam əleyküm. Əleyküm əssalam. Necəsiz? Təşəkkür edirik. Siz necəsiz? Mən də yaxşıyam. Sizin səsinizi eşitdim, daha da yaxşı oldum. Və mən əziz bacım, gözəl bacım. Yəni sənət bir başqa, sənətdə artıq bir səhnədəyik, iş yerində, cəmiyyət içində bir başqadır, amma biz daxildə belə deyək də səhnə arxası çox səmimi mənim əziz bir sənət dostum. Bacım deyərdim, Mələk xanım bugün sizin qonağınızdır və mən onun səsini orada eşitmək mənim üçün çox xoşdur. Mən Mələk xanımı çox istəyirəm. Mələk xanım gözəl sənətkardır, gözəl müəllimdir, gözəl ailə başçısıdır, gözəl anadır, həyat yoldaşıdır, nə bilim, nənədir. Hər mənada deyərdim, bir fədakar xanımdır. Hər bir insan belə deyək də bir əlində bu qədər, bir əldə bir qarpız ancaq tuta bilərsən. Amma bəzən görürsən ki, yox. Hər insana qismət olmur. Bəli. Allah onu pis nəzərdən, pis gözdən özünü də balalarını da qorusun. Mən onu öpürəm.
orada eşitdim səsini radyonuzda. Bugün muğam müsabiqəsindən də danışdım. Tələbələrim də gəlir ora, mənim də inşallah uğurlu olsun. Mən bayaq dedim Rəna, mənim tələbəm. O Bülbül adına musiqi məktəbində Nuriyə xanımın tələbəsi olur. Onda o zaman gözəl ifaçılar gəlir. Yenə də gəlir, gözəl bacım, yenə də gəlir. Əziz sənətkarımız Mələkxan həm də həqiqətin yanındadır. Heç vaxt haqsızlıq sevmir. Ədalətin yanında. Haqqını danışır, ədalətli olur. Hər yerdə ədalətlə danışır. Mən onu ən çox ona görə çox istəyirəm. Və bizim dünya baxış bucağımız çox uyğun gəlir. Eyni fikri, eyni sözü bir də görsən o da söylür, mən də söylürəm eyni momentdə. Ona görə bəs belə bizi bağlayan bu şeylərdir. Bəli. Çox incə məqamlar var ki, bizi bir-birimizə bağlayır. Yəni sənət aləmində çox çətindir hər adam yaxın olsun, amma həqiqətən biz çox yaxınıq ondan. Mən onun xətrini dünyalar qədər çox istəyirəm. Təşəkkür edirəm Nuriyə xanım. Efirə qoşulduğunuz üçün. Var olun, biz də sizə öpürük. Var olun. Çox gözəl sənətkar. Sağ olun. Təşəkkür edirik. Həqiqətən də sənətimizdə öz yeri, öz dəstək xətti, öz gözəl fikirləri ilə gözəl sənətkarımız Nuriyə xanımı da sonda eşitdi, amma mən ümumiyyətlə xahiş edirəm. Mən ümumiyyətlə bütün sənət dostlarımı salamlayıram. İndi bu müsabiqədə başlayır. Başda Arif müəllim olmaqla qoşuluram. Bəli, ustadlarımıza Səkirə xanımı da salamlayırıq. Bəli, Vamik müəllim. Bu ildə Vamik Məmmədəliyev müəllim, Sərdar müəllim, Nəzakət xanım, Mənsum müəllim. Yəni hamımıza bu məsuliyyətli işdə, çünki bu həqiqətən bizim ölkəmizin birinci xanımı, Mehriban xanımın təşəbbüsü ilə, Heydər Əliyev fondunun, Heydər Əliyev fondunun təşəbbüsü ilə bizim Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə belə bir müsabiqə, muğam müsabiqəsi artıq 20 yaşında tamam olur. Artıq bu il bayramdır. Görün nə qədər bizim sənət artıq hər birinin o fəxri adları var. Belə yetişiblər bu gənclərimiz bizim bütün sənət yoldaşlarımın hamımızın deyəcəyi bir söz var ki, bizim muğamımızı yaşadan bax bu bizim gənclərimiz də ona görə bizim bu muğamımız heç zaman ona görə qocalmayacaq ki, bizim hər zaman bizim bu gənclərimiz bizim muğamımızı gənc bülbüllərimiz, Qarabağ bülbüllərimiz Azərbaycanın muğamın gələcəyi olan və etibarlı əllərdədir, necə deyərlər, və elə ustadlarımıza bəri başdan təşəkkür edirik və mən sizə təşəkkür edirəm Mələk xanım. Çox vaxt tez keçdi, amma çox mənə gəlir ki, maraqlı və zəngin bir efirimiz oldu. Dəyərli xalqımızı da mən yəni salamlayıram ki, inşallah bizim, çünki bunların hamısına bizim xalqımız gəlir. Əlbəttə. Dünya baxır və o bizim xalqımız, bizim dəyərli musiqi sevərlərimiz olmasa mümkün deyil. Yaşasın, var olsun Azərbaycan xalqı, elə yaşa Azərbaycan bayaqdan fonda səslənir. Verişimizin video versiyası Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalında yerləşdiriləcək. Salamat qalın.